Selamun Aleyküm Şeyh. Allah sizə bərəkət versin. Aleyküm salam. Şeyh, demək bu sizin bəzi bidət əhlindən rəddiyələriniz var da. Umeyyilərdən qabaq dolu, umeyyilərə dolu. Sonra bəzi sələfi tələbələrimiz də onlar da bəzi bidətçilərə cavab verirlər. Məsəl üçün, yaxşı xavarici olsun, nə bilim, ixvanlar olsun. Və bəzi qardaşlar deyir ki, belə bir ki, çox olur. Yəni, bəzilər üçün deyir ki, məsəl üçün, şeyh filan kəsə çox verir. Məsələn, başqa tələbə filan kəsə çox verir. Rəddiyə, nəsə belə bu barədə zəhmət olmasa. Yəni, qardaşlar öyle bir ki, bəzi qardaşlar, məsəl üçün 100 dənə qardaşın içində 200 dənə. Elhamdülillah, bilirsiniz, qardaşlar, bu çox vermək, az vermək, bunun miqdarı nə qədərdir ki, neçə dəfə danışmalısın ki, çox olmasın. İkinci də, ehtiyac var ki, danışılır. Ehtiyac, yəni o ağıllı deyil ki bizdən. Ola bilər ağıllıdır, amma biz də ağılsız deyilik də. Biz baxırıq, məsələn, suallardır, ətraf. Ola bilər, sən görməyəsən, sən elə bir dəfə söhbət oldu, amma məndən hamısı soruşur axı. Mən məsələn görəm, suallar nədən çoxdur? Bu cəhətdən ehtiyac var. Özə, biz elə danışmaya, xavaricilər çoxalıb. Daha doğrusu, danışa, xavaricilər çoxalıb. Təsəvvür et, danışmasa onu olar. Yəni, onlar istəyir ki, biz danışmayaq. Yəni, öz işlərini məşğul olsunlar. Əksinə danışmaq lazımdır. Peyğəmbər sallallahu aleyhi ve sellem vaxtında xavarici yox idi, amma danışırdı onlarla. Baxmayaraq, o da firqə var, azmış firqə. Onların heç bir nə işlə deməyib, səhi bir şeydə. Əsas onlardan danışır. Məsələn, Şeyx Yaşar, o yaxşı xavaricə çox rəddiyələr verir, o da təbliğat edir deyə. Şeyx Yaşar da onun bütün ifşa edir də, bəzi məsələlər. Ya bilirsən, indi o kimdən ki danışır Yaşar, o düz deyə, o adam doğrudan dəhlədir. Amma yenə görürsən ki, yenə qulaq asan var ona. Qəribədir, yəni ona qulaq asanlara adam ehtiyac təəccüblənir ki, hər adamı qulaq asanlar. Yəni özü təkfir eləyir, təkfirçilər kimi danışır. Yaxın indi qardaşlar atdılar. Xavariclərdən biri indi sual verir ki, rükudan sonra əlləri qaldırana xavaric deyiblər. Kim elə deyib? Heç kəs demir. Sadəcə deyilir ki, bəli, xavariclərin müəyyən qismi hələ eləyirlər, adət eləyiblər özlərinə. Bizim qardaşlardan deyilən var. Heç kəs demir ki, rükudan sonra qalxan kimi o saat əli bağlasam xavaric olacaqsan. Yox, sadəcə oynayır. Bu da qulaq asır gör ki, deyir, belə demək olmaz, bu nə deyir, sən nə danışsan. İndi xavaricləri sevinsin də o birisi tərəfdir ki, mən görürsən, sizi müdafiə elədim. Burada təkbir edilir, şeyh, məsələn, böyüdmək üçün. Məndə böyüdür də, məsələn, artistik teatr gedir, teatrdır işdə də, artist çatışmır və ya kimə deyirsən onu, kim deyib ki, rükudan sonra ələn qaldıran xavaricdir. Bəli, xavariclərin müəyyən qismi, bəli, adət eləyiblər özlərinə. Bu saat xavariclər göbəkdən aşağı tuturlar, həmbəlilər. Həmbəli məzhəbi qəbul, Azərbaycanda həmbəli olmayıb. Həmbəli məzhəblə böyle tuturlar, hənəfilər kimi. Təbii ki, biz demirik kim əlin göbəkdən aşağıdır, həmbəli xavaricdir, yox. Lakin söz əsnasında deyirik, bəli, var belə bir şey, var, bəli, adətli. Yəni, bizim qardaşlarında tutan var, rükudan sonra. Sadəcə publikaya işləməkdir. Həm də gör ki, məsələn, belə kəşf eləyib. Bu nədir, artistlikdir. Aydın mı, qardaşlar?